məşəqqətlərə düşüb yolundan dönməyəndə. Ruhdan salırlar, amma möhkəmsən. Deyirsən, yox, mən bu yolu yiyəcəm. Xoş halı. Mən Həzrət Fatimədən ayrılmaram deyirsən. Xoş halı. Nə olacaq bilirsən? Hədis deyim sənə. Deyir, qiyamət günü, məsum buyurur. Həzrət Fatimə özü şəfaət edir bu insanları. Həzrət Fatimə şəfaət edir. Elə ki, gəlib çatırlar cənnətin qapısına. Cənnətin qapısına çatanda cənnətə girmirlər bu adamlar. O Həzrət Fatimənin aşiqləri. Allahdan cavab gəlir, ya əhibbai, ay mənim sevdiklərim, ya əhibbai. Həzrət Fatimə aşiqi Allahın da sevdiyidir. Ya əhibbai. Nə oldu? Niyə getmirsiniz? Cavab, ya Rəbbi, əcəbna ən yu'rəfə qədruna. İstəyirik bu qiyamət günü bizi tanıttırasan, el aləmə. Tanıtdır biz kimi? Tanıtdır bizi. Onlar ki, bu dünyada tanınmadılar, narahat olmasınlar. Onlara qiyamətdə Allah məqamın göstərəcək, məqamın göstərəcək.